islah etmək, yəni insanın mənəvi kamala addım atması, o yolda qədəm qoyması, həqiqi hədəfinə tərəf hərəkət eləməsi. Ki biz əgər bunu etməsək, bu yolda çalışmasaq, ömrümüz fani oldu, getdi. Yaşasaq da 80 ili boş yaşadıq. Yəni nə qədər boş yaşayanlar oldu, çıxdı, getdi, torpaq altındadır. Biz də onlardan biri olduq. Çox təəssüf. Halbuki nələr edə bilərdik, haralara yüksələ bilərdik və yetişə bilərdik. Biz gəlmişik bu dünyaya ki, ali insan olaq, kamil insan olaq. Və bu məqama yetişməyin yolu insan öz islahından keçir. Özünü islah eləməsə, böyük məqamlara yetişə bilməz. Heç yana gedib çata bilməz ümumiyyətlə. Heç yana gedib çata bilməz. Mümkün deyil bir addım belə insan hərəkət eləsin, nəsə əldə eləsin.